Ha bizdə baş nazir var. Təklif eləyirəm növbəti qanunu müzakirə eləyək. Bu qanuna əsasən Azərbaycan Respublikasının bütün məmurların, o cümlədən millət vəkillərinin xidməti avtomobillərinin istifadəsinə qadağa qoyulacaq. Kollegalar, bu məsələ ilə bağlı söz verilir Azərbaycan Respublikasının baş nazirinə. Kimə? Baş nazirə. Ha bizdə baş nazir var. Ayaq saxla, bir dəqiqə çıxış olaraq. Yine baş nazir gəlib çıxış edəcək buradan. Siyavuş Novruzlu, sakit olun, əyləşin. Əyləşin. Azərbaycanın baş naziri cənab Artur Rəssadə. Əyləşin deyirəm. Qanun varası. Maşınları məmurlardan alırlar. Bu idadı, bidadı. Жаль, я не знаю азербайджанского, ничего не понял. А, Михаил, если ты даже знал бы азербайджанский, все равно ты ничего не понял.